Salam hər kəsə. Bugünkü fizika dərsimizin mövzusu termodinamikanın əsasları bölməsindən termodinamikada işə aid olan testlərin izahından ibarətdir. Keçək testlərimizin izahına. Deməli, termodinamikada iş. Ümumiyyətlə, termodinamikada qazın iş görməsi üçün qazın həcmi dəyişməlidir. A' bərabərdir P delta V. Və hətta ki, A' bərabər P delta V-ni növ R delta T ilə də əvəz edə bilərsiniz. İzoxor prosesdə iş görmür. İzoxor prosesdə buraya yazaq izoxor. İzoxor prosesdə həcm sabitdir. Həcm sabit qalanda həcm dəyişməsi 0 olur. V 0, delta V 0-dır. Deməli, izotermik prosesdə iş görülür. Bir də izobar prosesdə iş görülür. Və hər iki prosesdə də hansı proseslər seçilməlidir? Məsələn, izotermik olmalıdır genişlənmə. İzobarı isə həm genişlənmə var, həm də izobar nə var? Qızma var. Sonra bir də qaz tutaq ki, mənfi iş görə bilər, bir də müsbət iş görə bilər. Mənfi və ya müsbət iş görməsi, məsələn, genişlənmədirsə olacaq sıxılma. Məsələn, deyəcək ki, termik sıxılma. Qızmadırsa soyuma. Sonra qazın gördüyü işlə xarici qüvvənin, xaricin qaz üzərində gördüyü iş bir-birinin əksidir. A bərabərdir nədir? Mənfi H'. İndi baxaq. Keçək bir nömrəli testə. Bir nömrəli test sadəcə düsturla ibarət bir testdir. Qazın gördüyü işi hesabla. Deməli, A' bərabərdir P delta V. 60'ı vuracaqsınız. Təzyiqi verib 60 kilopaskal. Kilopaskala çevirmirəm, çünki cavab belə kilojoullandır. Deməli, əvvəlki həcmi 0,9, sonraki həcmi isə 2-dir. 2-dən 0,9 çıxsaq qalacaq 1,1. Bu da bizə verəcək 66 kilojoule. Sonra 2 nömrəli testdə maddə miqdarı verib, temperaturun dəyişməsini verib, delta T-ni L verib. Onda biz qazın gördüyü işi növ delta T düsturundan hesablayırıq. Yəni 4 vurulsun 150, vurulsun 8. 4'ü vursaq 150'ye buradan bizə verəcək 600'i, 600'ü də 8'e vursaq verir 4800 joule. Cavab kilojouldur. Cavabı əmsala keçmək üçün cavabı həmin əmsalın qiymətinə bölürük. Yəni 1000'ə bölürük. Alırıq 4,8 kilojoule. Eyni ilə 3'dür, 4'dür, eyni testlərdir. Yəni sadəcə düsturları yazıb, məsələn, 4'də yazacaqsınız ki, A' bərabərdir P delta V düsturu ilə. 3'də isə A' bərabərdir növ R delta T düsturu. Yəni düsturu yazırsınız, bütün qiymətlər verilib, yerinə qoymaqla məsələni həll edəcəksiniz. Keçək digər testimizə. Məsələn, 5 nömrəli testə baxın. 5 nömrəli testdə İzobar genişlənmə. İzobar genişlənmədirsə qaz müsbət iş görür. Qazın gördüyü iş A bərabərdir P delta V. Olacaq hansı variant? A variantı. Sonra 6 nömrəli testdə İzobar genişlənmə verib. İzobar genişlənmə zamanı xarici qüvvələrin qaz üzərində gördüyü iş. Genişlənmədirsə qaz özü müsbət iş görür. A' böyükdür 0. Qazın gördüyü işlə qeyd etdik ki, xaricin gördüyü iş, yəni qaz üzərində. Xarici qüvvələrin qaz üzərində gördüyü iş əksdir. Qaz müsbət iş görübsə, xarici olacaq, mənfi olacaq C variantı. Sonra izotermik prosesdə qazın gördüyü iş. İzobar prosesdə. İzobarsa qaz iş görür. A bərabərdir. V delta V, delta V-ni V2 çıx V1 ilə açırsınız. Sonra hansı prosesdə xarici qüvvələr qaz üzərində müsbət iş görür? Deməli, xarici qüvvə müsbət iş görməsi üçün qaz özü mənfi iş görməlidir. Mənfi iş görülməsi də qaz ya sıxılmalıdır və yaxud da ki, soymalıdır. Burada da baxırıq, məsələn, izoxorları götürə bilmərik. Burada var izobar, soyma. Deməli, izobar soymada qaz mənfi iş gördü. Xarici nə cür iş oldu? Xarici oldu, müsbət iş. Sonra baxırıq, hansı testdə? 9 nömrəli testdə, gəlin bunları silək. Hansı prosesdə qaz xarici qüvvələr üzərində mənfi iş görür? İndi deyir ki, qaz mənfi iş görür. Qaz nə zaman mənfi iş görəcək? Qaz mənfi iş görəcək sıxılmada, bir də soymada. O da hansı proses olsun? Ya izobar prosesi olmalıdır və ya ki, izotermik proses. İndi baxaq. İzobar qızma, qaz müsbət iş görür. İzobar soyma. Baxın, bunu götürür. Deməli, izobar soymadan qaz sıxılır, yəni həm də sıxılmadır. Bu zaman qaz xarici qüvvələr üzərində mənfi iş görür. Cavabımız olacaq C. İzoxorları ümumiyyətlə götürmürük, çünki izoxorda iş görünmür. Sonra 10 nömrəli test. 10 nömrəli testdə deməli, maddə miqdarı verilib bizə. Qazı qızdıran zaman delta T-ni verib bizə 1 Kelvin. Deyir ki, qazın gördüyü iş hansı fiziki kəmiyyətə bərabərdir? Burada yazırsınız ki, A bərabərdir növ R delta T.
Onda qazın gördüyü iş nü də nü R delta T. R də bizdə nədir? Bir dəqiqə, hə. Deməli nü-nü də 1 verib, T-ni də 1 verib. Onda A bərabərdir R-ə. R-in adına gedir universal qaz sabiti. A variantı vardır. Sonra hansı prosesdə qaz müsbət iş görür? Qaz müsbət iş görməsi üçün genişləmə və qızma olmalıdır. Deməli, izoforları yenə çıxırıq. Baxın, izobar, qızma var. İzobar. Məsələn, digərlə, məsələn, izofor ümumiyyətlə deyirik, iş görmür. İzobar soyuma, həcm azalır. Qaz mənfi iş görür. İzotermik sıxılma, qaz mənfi iş görür. İzobar qızmada müsbət. Doğru cavab olacaq Y variantı. Sonra 12 nömrəli test. Silindrik formada, deməli qabda, porşin altında bir atomlu ideal qaz var. Qaz izobar genişlənməsi zamanı qazın gördüyü iş hansı cihazın köməyi ilə təyin edilə bilər? Qazın gördüyü işin düsturunu yazırsınız. A bərabərdir P delta V. Buradan da H' bərabərdir P. Delta V. Burada silindrik formada porşin. Porşin yuxarı gedirsə həcm artır. Burada porşinin yer dəyişməsi gedir. Porşinin sahəsi dəyişməyəcək, amma burada hündürlük dəyişir. Delta H. Bura bizə lazımdır ki, silindrik formadır. Burada sahə məlum olacaq. Deməli, təzyiqi ölçmək üçün manometr, həcmi ölçmək üçün yəni hündürlük dəyişir. Bizə nə lazımdır? Xəttkeş. Deməli, olacaq 2, 1 də 3. Manometrlə, metal manometrlə xəttkeş. Sonra 13. 13-də sabit kütləli ideal qaz üzərində proses aparılmışdır. Diaqramın hansı hissəsində xarici qüvvələrin qaz üzərində gördüyü iş müsbətdir? Deməli, xarici müsbət iş görməlidir. Xarici müsbət iş görməsi üçün qaz mənfi iş görməlidir. Qaz mənfi iş görməsi üçün də onun həcmi azalmalıdır. Burada da iki hal var. Məsələn, təzyiq sabit olub, baxın, təzyiq sabit olub, temperatur azalmalıdır. Və yaxud da ki, temperatur sabit olub, təzyiqi artmalıdır. Baxırıq hansı hissələr. Birinci baxırıq ki, PV ilə, məsələn, düz xətlər keçirsə, bax, bu hissələrdə təzyiq ilə temperatur düz mütənasibdirsə, AB, CD hissələrində burada həcmlər bərabər olub, həmin hissələrdə iş görülmür. Deməli, AB-ni sildik, iş görülmür. CD-ni də sildik, iş görülmür. Qalır BC, bir də DA. Dedik ki, təzyiqin sabit qiymətində təzyiq sabit qalıb, temperatur azalmalıdır. Temperatur azalanda həcm azalır, o da olur DA hissəsi. Doğru cavabımız olacaq. Hansı variant? C variantı. Sonra 14 nömrə testdə verilmiş kütləli ideal qaz üzərində qapalı proses aparılmışdır. Diaqramın hansı hissəsində xarici qüvvələr qaz üzərində mənfi iş görür? Deməli, xarici mənfi iş görməlidir. Xarici mənfi iş görməsi üçün qaz müsbət iş görməlidir. Qaz müsbət iş görməsi üçün bir dəqiqə, xarici qüvvələr, qaz müsbət iş görməlidir. Qaz müsbət iş görməsi üçün qazın həcmi artmalıdır. Yəni, delta V sıfırdan böyük olmalıdır. Baxaq. Deməli, 1-dən 2-yə təzyiq sabitdir. 1-dən 2-yə həcm artır. Həcm artanda qaz müsbət iş görür. Onda xarici olacaq, mənfi iş. Cavab olacaq 1-dən 2-yə, B variantı. Məsələn, 3-dən 4-ə. 3-dən 4-ə qazın həcmi azalır. Qazın həcmi azalanda qaz mənfi iş görəcək. Onda xarici müsbət olacaq. İndi bizdə xaricini mənfi soruşanda qazın özünün gördüyü işin müsbətini axtarırsınız. Sonra 15 nömrəli testdə diaqramın deməli hansı hissəsində xarici qüvvələr indi deyək müsbət iş görür. Xarici qüvvə müsbət iş görməsi üçün qaz mənfi iş görməlidir. H' kiçikdir 0. Bu zaman qazın həcmi azalmalıdır. Həcm azalır 3-dən 4-ə. Çünki təzyiq sabitdir. Cavab olur C variantı. Sonra 16 nömrəli test. Diaqramın hansı hissəsində qaz ümumiyyətlə iş görmür? Qaz iş görmürsə, bilirik ki, təzyiq ilə temperatur olmalıdır düz mütənasib. Baxın, düz. Deməli, qrafikdən düz xətlər keçirdikdə, düz xətlər biri DA-dır, bir də hansı hissədir, bir də BC hissəsi. Deməli, DA, bir də BC. Baxın, DA, bir də BC olur. Hansı variant? B variantı. Sonra, eyni ilə 17 nömrə testi. Diaqramın hansı hissəsində xarici qüvvələr qaz üzərində iş görmür. Xarici iş görmürsə, qaz özü də iş görmür. Çünki H' bərabərli mənfi A-ya, 0 olsun. Onda təzyiqlə temperatur düz mütənasib olmalıdır. Bu da AB hissəsi, bir də CD hissəsi. Deməli, AB, CD. Baxaq, AB, CD. Olur hansı variant? A variantı. Sonra 18 nömrəli testdə izobar genişlənmə. İzobar genişlənmədirsə təzyiq sabitdir. Təzyiq sabitdirsə burada qaz iş görür.
Deməli, maddə miqdarını bizə neçə verir? Maddə miqdarını verir bizə 2 mol. Qazın həcmi 4 dəfə artmışdı. V2 bərabərdir yazırıq 4 V1. Qazın başlanğıc temperaturu T1 bərabərdir 300 Kelvindir. Bir qazın gördüyü işi hesabla. Qazın gördüyü işi hesabla, məsələn, P delta V yaza bilərik, məsələn, amma P delta V-yə aid olan kəmiyyətlər verilmədiyinə görə A' bərabərdir yazırıq növ delta T. Delta T-də həcm 4 dəfə artanda izobar prosesdə temperaturu da 4 dəfə artır. Onda T2 olacaq burada 1200. İndi 1200-dən daxili enerji hesabları A' bərabərdir. Qazın gördüyü işi hesabla. Deməli, nüsü neçədir? Nüsü 2-dir, eri 8-dir. Delta T. Delta T, T2-dən çıxırıq T1-i. Yəni, 1200-dən çıxırıq neçəni? 300-ü. Neçə alırıq? Burada alırıq 900. Buradan da A' bərabərdir. Deməli, 2 vurulsun 9. Burada neçə alırıq? 8. 2 vurulsun 9 alırıq 18. Bu da oldu 1800. Sıfırlarımızı yazaq. 8 vur 8. Deməli, 4, 6 yadda. Bu da olardı 8. Onun üstünə gəlsək neçə alırıq? 14. Alırıq 14,4 kilojoule. Doğru cavabımız oldu. B variantı. Sonra 19 nömrəli testdə qazın gördüyü deyir işi hesabla. Baxırıq ki, təzyiqlə temperatur düz mütənasibdir. Məsələn, təzyiq də 2 dəfə artıb, temperatur da 2 dəfə artıb. Bu isə o deməkdir ki, həcm sabitdir. Həcm sabitsə dəyişməsi sıfırdır və proses izofor prosesdir və bu zaman qaz iş görmür. Doğru cavabımız olur. Hansı variant? Doğru cavabımız olacaq C variantı. Sonra isə baxaq digər testimizə. Baxırıq hansı testdə? 20 nömrəli testdə. Deməli, 20 nömrəli testdə verilmiş kütləli ideal qaz üzərində qapalı proses aparılmışdır. Xarici qüvvələr qaz üzərində müsbət iş görməsinə uyğundur. Məsələn, AB hissəsində baxın, düz xətt keçirsək, A ilə B eyni xəttin üzərinə düşürsə, həmin hissədə ümumiyyətlə iş görülmür. Sonra xarici qüvvə müsbət iş görməlidir. Xarici qüvvə müsbət iş görməsi üçün qaz özü mənfi iş görməlidir. A' kiçikdir 0. Qazın mənfi iş görməsi üçün qazın həcmi azalmalıdır. Həcm azalanda burada bizdə temperatur azalmalıdır. Təzyiq də sabit qalır. Baxın, P-nin konstant. Bu olur qrafikin hansı hissəsi? DA hissəsi. Baxın, DA hissəsində təzyiq sabitdir. Temperatur azalır. Temperatur azalanda həcm azalır və qaz mənfi iş görür oldu. D-dən A-ya. Sonra 21 nömrəli testdə qazın gördüyü işi. Deməli, qaz bir halından 2 halına keçir. Baxırıq, bir halından 2 halına keçəndə qazın həcmi azalır. Qazın həcmi azalırsa, qaz mənfi iş görür. A bərabərdir, P delta V. Buradan da A' bərabərdir. P-nin qiymətini bizə verir 3 kilopascal. Cavab kilojouldan gedəcək. Elə yaza da bilərsiniz 10 üstü 3. Sonra delta V. Delta V nə deməkdir? Delta V son qiymətdən başlanğıc qiymətin fərqidir. Son qiyməti 2, başlanğıc qiyməti 6. 2-dən çıxsa 6 qalır mənfi 4. Buradan da 3 vurulsun 4 alır mənfi 12 kilojoule. Sonra 22 nömrəli testdə ideal qaz bir halından 2 halına keçərkən xarici qüvvənin qaz üzərində gördüyü işi hesabla. Əvvəlcə biz qazın gördüyü işi hesablamalıyıq. Qazın gördüyü iş, baxın, 1-2-də qalan fiqurun sahəsidir. Bax, bu hissədəki sahədir. Həcm azalır. Həcm azalanda qaz mənfi iş görür. Qaz mənfi iş görürsə, xarici müsbət iş görəcək. Çünki A bərabərdir, mənfi H'. Buradan qiymətləri qoyursaq, məsələn, elə bayaqki testdir. Biz bundan öncəki testi neçə aldıq? Aldıq mənfi 12 kilojoule. Qaz özü mənfi iş görürsə, bura mənfi var, mənfini yazsaq, onda xarici olacaq müsbət 12 kilojoule. Doğru cavabımız olacaq D variantı. Sonra 23 nömrəli test. Diaqramın hansı hissəsində qaz iş görmür? Aha, qaz iş görmürsə düz xətt keçirsə, yalnız eyni nöqtələr, hansı nöqtələr ki, eyni düz xəttin üzərindən düşürsə, həmin hissədə, yəni AB hissəsində həcmlər bərabərdir. Həcmlər bərabərdirsə, yəni təzyiqlə də temperatur düz oldu. Həmin hissədə proses izofordur və izofor prosesdə iş görülür. Doğru cavab olur E variantı. Digərində də diaqramın hansı hissəsində qaz üzərində iş görülür. Qaz üzərində istər qazın gördüyü iş, istərsə də üzərində iş görülmə. Burada həcm sabit qalmalıdır. Həcm sabit qalması üçün təzyiqlə temperatur düz mütənasib və biz düz xətt keçirəndə elə bir düz xətti seçirik ki, 2 nöqtə düz xəttin üzərinə çıxır. Bax, bu hissədə qaz iş görmür. Deməli, AB hissəsində qaz nə görmədi? Qazın üzərində iş görülmür. 25 nömrəli testdə
Deməli, izobar prosesdə genişlənmədirsə, qazın gördüyü işi verir və soruşur temperatur. Və burada iş görülür. Yazısı H' bərabərdir nö delta T. Və buradan da bizdən soruşur delta T'ni. Delta T'ni tapmaq üçün H' nəyə böləcəksiniz? Nö vurulsun R-ə. Buradan da delta T bərabərdir. H' 480'dir. Nösü 3'dür. Dev neçədir? 8. 3 vur 8 eləcək 24. Və hətta ki elə 8 ilə 48 x-lar aparsınız. Burada qalacaq 60. 60'ı da 3'ə bölsək neçə alırıq? Alırıq 20. D variantı. Sonra 29 nömrə testdən hansı hissədə baxaq, xarici qüvvələrin, diaqramın hansı hissəsi xarici qüvvələrin verilmiş qaz üzərində müsbət iş görməsinə. Deməli, xarici qazın üzərində müsbət iş görməlidir. Xarici müsbət iş görməsi üçün qaz özü mənfi iş görməlidir. Qaz mənfi iş görməsi üçün qazın həcmi azalmalıdır. Burada da sıxlıq verilir bizə. Həcm azalırsa, onda sıxlığın qiyməti artmalıdır. İndi gəlin baxaq görək, harada sıxlıq artır. Baxın, 1-dən 2-yə. 1-dən 2-yə sıxlıq artır. Sıxlıq artırsa 1 bölünsün nədir? V. Çünki onda həcmi nə olacaq? Azalacaq və həmin hissədə qaz mənfi iş görür. Qaz mənfi iş görəndə xarici nə cür iş görəcək? Xarici görəcək müsbət iş. Baxaq hansı hissədir? Burada cavabımız oldu nədir? Y variantı. Sonra 27 nömrəli testdə. Diaqramın hansı hissəsində uyğun prosesdə verilmiş kütləli ideal qazın gördüyü iş sıfırdır. Deməli, ideal qaz o zaman iş görmür ki, proses izoxordur. İzoxor prosesdə isə həcmlə bərabər sıxlıq da sabitdir, konsentrasiya da sabit. Qrafikdə də sıxlıq verildiyinə görə sıxlığın sabit olan hissəni seçirik. Bu da 1-dən 2-yə. Doğru cavabımız olur. D variantı. Sonra 28 nömrəli testdə diaqramın hansı hissəsində uyğun prosesdə verilmiş kütləli ideal qazın gördüyü iş sıfıra bərabərdir. Deməli, iş sıfıra. İndi baxın, konsentrasiyanı verir. Qeyd etmişdim ki, deməli, izoxor proseslər oldu. N-dir, V-dir. Bu üçgəmiyə sabit qalır. Yəni, konsentrasiyanın sabit qalması, həcmin sabit qalması, prosesin izoxor olmasıdır. İzoxor prosesdə o deməkdir ki, qaz iş görmür, üzərində də iş görülmür. Onda olacaq 1-dən 2-yə. Çünki 1-2 hissəsində xətt konsentrasiya perpendikulyardır. Həmin hissədə konsentrasiya dəyişmir. Olur B variantı. Sonra 29 nömrəli testdə izotermik prosesdə. İzotermik prosesdə qazın istilik miqdarı azaldıqda. Termodinamikanın birinci qanuna görə izotermik prosesdə qazın gördüyü iş bərabər istilik miqdarına. Yəni, H' burada Q ilə düz mütənaşibdir. Əgər istilik miqdarı 2 dəfə azalırsa, qazın gördüyü işdə 2 dəfə azalacaq. Olur Y variantı. Sonra istilik miqdarı 2 dəfə artırsa, qazın gördüyü işdə 2 dəfə nə edəcək? Artacaq. Çünki H' bərabərdir. Termodinamikanın birinci qanuna gəlib çıxır bu. Yəni, qaz istilik miqdarı alır. İstilik miqdarı alanda onun həcmi arta bilər. İstilik miqdarı azalanda isə həcmi azala bilər. Həcm dəyişir bu halda. Yəni, istilik vermə və istilik alma prosesində həcmi dəyişir. Sonra 31 nömrəli testdən təzyiqin həcmdən asılı qrafik verilib, ideal qazın gördüyü işi hesablar. Biz düsturu yazsaq, H' bərabərdir P delta və P ilə V hasil təşkil etdiyinə görə qrafikdəki verilən xəttin altındakı fiqurun sahəsini hesablamalı. 1-dən 2-yə də həcmi azalır. Və bunu da rəngləsək, baxın, qaz mənfi iş görür. Trapesiyanın sahəsidir. H' bərabərdir. Paralel üzvlər oturacaqdır. Bir oturacağı 3-dür, böyük oturacağı isə 7-dir. Bax, bunlar, bu hissələr oturacaqlardır. Biri 3'ə düşür, biri də 7'yə. Bölünsün 2. Buradan burada 2, 6. Həcm azalması deməkdir. Burada 1-dən 2'yə gəlir. Ya da burada 2-dən 6'nı çıxsaq, 2 6 çıxsaq, burada neçə qalacaq? Mənfi 4. 2 ilə 4'ə x-lar aparsaq, mənfi 2. Burada da 10'u vursaq, mənfi 2'yə alır necə? Mənfi 20 kJ. Eyni ilə 32 nömrəli testdə də H' bərabərdir P delta V. Qrafikdəki, yəni 1-2 hissəsində qrafikdəki fiqurun sahəsini hesablayırsınız. Burada həcm artır. Həcm artırsa qaz müsbət iş görür. Həm də nəyə diqqətli olun? Məsələn, burada ideal qazın gördüyü işi hesablayın deyir. Məsələn, ola bilərdi ki, soruşardı ki, xarici qüvvələrin qaz üzərində gördüyü iş, onlar xarici mənfi iş görür. Burada da trapesiya sahəsini hesablayacaqsınız. Deməli, H' bərabərdir. Deməli, paralel üzvlər oturacaqdır. Böyük oturacağı 8'dir.
Üstəgəl kiçik oturacağı 6'dır. Böldük 2. Buradan da 2 ilə 6 arasında da baxın hündürlük götürəcək. 6'dan 2 çıxsa burada neçə qalacaq? 4. 2 ilə 4'ü x tərəfə ardıq. Burada qaldı 2. 8 üstəgəl 6. 8 üstəgəl 6 elədir 14. 14'ü də 2'yə vursaq neçə alırıq? Alırıq 28 kilojoule. Sonra baxaq 33 nömrəli testdə. 33 nömrəli testdə qazın gördüyü, deməli 1, 2, 3, 4 proses verilir. 3 proses verilir burada. Qazın gördüyü iş, məsələn 1-dən 2-yə izofor prosesdə qaz iş görmür. 3-dən 4'ə də izofor prosesdə. Həmin hissədə də qaz iş görmür. Və qaz iş görür 2, 3. Bax, bunun alt hissəsində rəngləsə bir dördbucaqlı aldı. Həmin dördbucaqlının sahəsini hesablamaqla qazın gördüyü işi. Məsələn, hündürlüyü 2P0'dır. Burası 2P0. Bu hissədə isə həcm artıb. Həcm artıbsa müsbət iş görüb. 3V0'dan 2V0 çıxsa, bu da oldu V0. Oldu 2P0. V0 doğru cavab oldu. A variantı. Eyni ilə 34 nömrəli testdə bir ki 1, 2, 3, 4 prosesində qazın gördüyü iş hesabla. Baxırsınız 1-dən 2'yə həcm sabiti, 3-dən 4'ə həcm sabiti. Həmin hissələrdə iş görülür. İş görülür 2-dən 3'ə. Və bunun alt hissəsini rəngləsəz bir dördbucaqlı alırsınız və dördbucaqlının sahəsi getdi. H' bərabərdir. Baxın, buradan bura bir tərəfidir. Deməli 3V0, buraya yazıyoruz 3V0. Digər tərəfi isə 3V0'dan V0'a çıxırsınız. Neçə qalacaq? Qalacaq 2V0, alırıq 6P0, V0. Oldu D variantı. Sonra 35 nömrəli testdə deməli izobar sıxılma. Baxın, qrafikin bir hissəsi ilə genişlikdə, bu bizdə daxili enerjide də var idi. İzobar sıxılma deyil. Deməli 2 izobar prosesi var. 1, 2 var, bir dənə var. 3, 4. Deməli sıxılma dediyinə görə 3, 4 hissəsini biz götürürük. Həmin hissədə də qazın gördüyü iş P delta verir. Baxaq, deməli izobar sıxılmada qazın işini soruşur. Deməli burada P delta V, baxın alt hissəsini eləsə bu kiçik bir fiqur sahəsi. Deməli 3-dən 4'ə H'. P'si P0'dır. Bəs delta V. V0'dan 3 V0'a çıxırsınız. Qalır mənfi 2 P0 V0. Baxın, mənfi 2 P0 V0. C variantı. Sonra 36 nömrəli testlərdə ideal qaz üzərində 2 qapalı proses aparılmışdı. Bu prosesdə qazın gördüyü işləri N'nin nisbətini tapın. Deməli, burada hazır fiqurlar verib, baxın, fiqurların sahəsini həll etməklə, yəni biz qazın gördüyü işi hesablaya bilərik. Məsələn, birinci halda H'. Deməli, bir tərəfi nədir? Buradan bura 1-dən 4'ə, bir tərəfi 3'dür. Digər tərəfi isə neçədir? 1 ilə 3 arası 2'dir. Bölünsün 2 neçə alırıq? Deməli, birincidən aldıq 3. Keçir ikinci işi hesablayırıq. H' 2. Yenə burada baxaq fiqur. Deməli, bir tərəfi üçbucağın sahəsidir. 5 ilə 8 arası. 5 ilə 8 arası bir tərəfi 3'dür. Çünki baxın, hər bir bölgüdür də 5 ilə 8'dən nəyi çıxırsınız? 5'i çıxırsınız. Sonra digər tərəfi, baxın bu hissə. Yəni sayı neçə bölgüdür? 1, 2, 3, 4. Deməli, 4 bölgüdür, 3 bölü 4 və yaxud da gəl düşür 2 ilə nəyin arasına? 6 arası. 6 çıx. 2 neçə alırıq? 4 böl 2. Burada neçə alırıq? Burada alırıq 6. Dedik ki, birincinin ikinciyə nisbəti. Yəni 3 böl 6. 3 böl 6 neçə alacaqsınız? 3 böl 6 alırsınız. 2'dədir. B variantı. Eyni ilə 37 nömrəli testdə eynidir. Yəni 2 fiqur sahəsi hesablayırsınız. 3 bucaqların sahəsini hesablayıb və onların nisbətini tapırsınız. Yəni tərəf-tərəfə bölürsünüz. Keçək 38 nömrəli testdə fərqli bir sualdır. Sualın bir neçə həlli var. Mən sizə hansı həllini göstərmək istərdim. Deməli, verilmiş kütləli ideal qaz üzərində A, B, C, D, A qapalı proses aparılmışdır. Gəl, həmin nöqtələri burada qeyd edir. Deməli, A-dan B-yə, B-dən C-yə, sonra D-yə, bir dənə də A-ya. 4 proses aparılmışdır. 4 prosesdə deyil, ümumi iş tapmalıyıq. Burada yazaq, deməli, AB hissəsində iş, üstə gəl yazıram. BC hissəsində iş, üstə gəl. CD hissəsində iş, bir dənə yazırıq, DA hissəsində iş. Burada da bizə AB hissəsində işi verib, buna A verib. Deməli, ümumi işi tapmalıyıq. Birinci baxırsınız ki, B'dən C'yə həcm sabitsə, burada ümumiyyətlə iş görünür. Baxın, bunun üzərinə xətt çəkdik, burada iş görünür. Bir də D'dən A'ya həcm sabiti, burada da iş görünmür. Bu da 0 qaldı, 2 hissə. İndi müxtəlif üsullarla həll edə bilərik. Ən rahat üsul olaraq mən istərdim bunu sizə təqdim edim. Və keçək P'nin V'dən asılı qrafikinə.
Çünki P-nin V-dən asılı qrafikinə keçsək, həmin qrafikdən, baxın bu biraz kənara çıxdı. Deməli, həmin qrafikdə fiqurun sahəsini hesablamaqla biz işi hesablaya bilərik. Keçək, baxın, buradan yazıram. P-nin V-dən, bura P yazaq, bura V yazaq. Bura yazaq 0. Deməli, A-dan B-yə. A-dan B-yə həcm 2 dəfə artıq. Burada əslində temperatur da 2-dir. Məsələn, buraya yazaq T0. Həmin hissədə təzyiq sabit isə, bu nöqtəyə uyğun temperatur isə 0,5 T0-dır. Məsələn, baxın, buradan bura nə verir? 1,5 veribsə, 1 bölgü nədir? 0,5. Deməli, AB hissəsində təzyiq sabitdir. Bura bir P0 yazır. Həcmi artıq. Baxın, bir A-dan B-yə. Bura yazır A-dan B-yə. Həcmi artıq. Bu hissəyə yazırsınız V0. Bu hissə isə nə yazılır? Bura yazılır 2V0. Bura yazılır 2V0. Sonra gəldi B-dən C-yə. B-dən C-yə yoxsa demişik, iş görülmür. B-dən C-yə təzyiq, həcm sabitdir. Həcm sabitdir, temperatur artır. Baxın, temperatur burada neçə dəfə artır? 3 dəfə artır. Temperatur 3 dəfə artırsa, təzyiq də 3 dəfə artır. Deməli, B-dən hara gəldik? C-yə. Deməli, buraya yazırıq 3P0. Qiyməti bizə lazımdır. Sonra isə keçirik hansı hissə? Digər hissə. C-dən D-yə. C-dən D-yə. CD hissəsində, baxın, temperatur 2 dəfə azalır və həcm də 2 dəfə azalır. Baxın, bu hissədə. Nə gəldi? Bu hissəyə çatdı. Baxın, C-dən D-yə. Gəldi C-dən D-yə. Və nəhayət sonuncuda isə C-dən D-yə. C-D. Sonra isə gəlir D-dən A-ya. D-dən A-ya həcm sabitdir. Həcm sabitsə təzyiq 2 dəfə. Təzyiq, deməli, temperatur 3 dəfə azalır. Çünki 1,5-dən düşüb 0,5-ə. Temperatur 3 dəfə azalıbsa da təzyiq də 3 dəfə azalır. Baxın, buradan proses qapandı. Baxın, keçdik belə bir qrafikə. İndi bu qrafikdə biz dedik ki, BC hissəsində, bir də DA hissəsində iş görür. Deməli, həmin hissələr bizə lazımdır. Bir AB hissəsində iş görür. AB hissəsində iş görürsə, bunun alt hissəsini rənglədik. Gəlin, buradan yazaq. Deməli, AB hissəsində görülən iş P deltadır. P'si P0'dır. Delta V 2V0'dan V0 çıxanda qaldı V0. Bunu da bizə A verib. Deməli, 1P0 V0 A verib. Bunu bildik. Keçirik hansı hissəyə? CD hissəsinə. Yəni, onu buradan yazıram. Baxın, A, CD hissəsi. CD hissəsində də görülən işi tapmaq üçün, bax, bu hissədən, bu xəttin altına artıq bütöv rəngi. Bax, buradan bura qədər rənglədik. Baxın, rənglədik. İndi buradan buraya bu dördbucaqlının sahəsi. CD hissəsində həcm azalır. Baxın. Deməli, V0-dan 2V0 çıxanda burada qalacaq mənfi V0. CD hissəsində isə təzyiqə nə yazıb? 3P0. Bu yazaq 3P0. Və biz də qeyd etdik ki, məsələn, 1P0 V0-a nə deyib bizdə? 1P0 V0-ı adlandırıb A. Burada da aldıq 3P0 V0 olacaq neçə A? Olacaq mənfi 3A. Və bizdən də soruşur bütün proses ərzində görülən işi. Onunla baxın. Deməli, bu hissələrdə iş 0-dır. AB hissəsində, qeyd edək bura. Deməli, ümumi iş AB hissəsində A-dır, müsbət A-dır. CD hissəsində mənfi 3A-dır. Və buradan da ümumi işi tapırıq. Neçə olur? Mənfi 2A. Doğru cavabımız olur. Hansı variant? Doğru cavabımız olur. B variantdır. Keçək digər səhv testimizə. 39 nömrə testdə. Və 39 nömrə testdə təzyiqin temperaturdan asılı qrafiki verilmişdi. Uyğunluqlar seçməliyik. Deməli, birinci MN hissəsi. MN hissəsində temperatur sabitdir. Temperatur sabit olanda daxili enerji də sabit qalır. Burası sadəcə yazısı C. Həmin hissədə təzyiq artır. Təzyiq artanda həcm azalır. Həcm azalanda qaz mənfi iş görür. O isə yoxdur. Sonra N-dən elə. N-dən elə təzyiq sabitdir. Bu zaman temperatur artır. Temperatur artanda daxili enerji artacaq. Buraya yazacaqsınız A. Baxın, buraya yazdıq nəyi? A-nı. Sonra isə keçirik hansı hissəyə? A. Buraya yazdıq nəyi? Daxili enerjisi netdir. Daxili enerjisi artdı. Sonra keçirik eləm hissəsini. Eləm hissəsində həm temperaturu dəyişir, həm də təzyiq. Bu zaman qaz iş görmür, çünki həcm sabit qalır. Buraya yazırsınız nəyi? Buraya yazırsınız D-ni. Baxın, D, qaz iş görmür. Və həmin hissədə eldən emə temperatur azalır. Temperatur azalırsa daxili enerji azalır. Burada yazılır B-ni. Deməli, 1-ə C, 2-yə A, 3-ə nə oldu? B-dən B-yə. Molekulların sayını isə götürmürük, çünki proses izoproseslərdəndir. Kütlə sabitdirsə, molekul sayı da sabit qalacaq. Eyni ilə 40 nömrə testdə oxşar tipli testdir.
eyni testi, yəni fərqlilik tam azdır. Məsələn, burada verir bizə M-i. Deməli, M-dən N-ə təzyiq sabitdir. Təzyiq sabitdirsə, temperatur azaldı. Temperatur azalırsa, daxili enerji azalır. Deməli, buraya yazırsınız A-nı. Sonra gəlir M, deməli, N-dən elə. N-dən elə təzyiq də dəyişir, temperatur da dəyişir. Həmin hissədə qaz iş görülür. D-ni yazırız bura. Və bu zaman temperatur artır. Temperatur artırsa, daxili enerji artır. Bir dəqiqə, bura mən nə yazmışam? Deməli, M-dən N-ə. M-dən N-ə temperatur azalırsa, daxili enerji azalır. B-ni bura B-ni yazır. Daxili enerji azalır. Sonra N-dən elə. N-dən elə temperatur artır. Temperatur artırsa, daxili enerji artır. Və daxili enerji artır və burada da qaz iş görünür. Bir də D-ni yazırsınız. Deməli, 1-ə yazdıq. Baxın. 1'e yazdık, daxili enerjisi azalır. B-ni. 2'ye yazırıq. 2'ye yazırıq, N-dən elə. Daxili enerjisi artır. A-nı. Baxın, 1 A-nı yazdıq. Bir də həmin hissədə təzyiqlə temperaturu düz mütənasibsə həcm sabit qalır. Həcm sabit qalanda qaz iş görünür. Sonra L-dən M-ə. L-dən M-ə. L-dən M-ə temperatur sabitdir. L-dən M-ə temperatur sabitdirsə, baxın, temperatur sabitdirsə, həmin hissədə qaz daxili enerji sabit qalır. Buraya yazacaqsınız nəyi? C-ni. Baxın, yazdım C-ni. Daxili enerji sabit qalır. Molekulların sayı azalır. Bunu heç birinə götürmürsünüz. Sonra keçirik hansı hissəyə? Baxaq digər hissəyə. Baxırsınız. Məsələn, digər testimizdə 41 nömrəli test. 41 və 42 də eyni tipli testlərdir. Həmin testlərdə də sizə uyğunluq soruşur. Deməli, verilmiş kütləli ideal qaz üzərində izoproseslər aparılmışdır. İzotermik genişlənmə. İzotermik genişlənmədə isə qaz müsbət iş görür. Deməli, 1'ə yazacaqsınız A. Sonra başqa nə var? Qaz müsbət iş görür. Genişlənmədə isə qaz müsbət iş görür, həcm artır. Həcm artanda qazın sıxlığı azalır. Bura həm də D-ni götürəcəksiniz. Keçdik 2. İzoxor qızma. İzoxor prosesdə qaz iş görmür. Buraya yazacaqsınız C-ni. Sonra izobar soyma 3. İzobar soymada isə, yəni soymadırsa qaz mənfi iş görür. Baxaq görək var burada. Qaz mənfi iş görür, yox. Soymada qazın həcmi azalır. Qazın həcmi azalırsa, qazın sıxlığı nə edəcək? Qazın sıxlığı artacaq. Deməli, 1'ə A-dir. 2'yə nə yazdıq? 2'yə yazdıq C. Çünki izoxor prosesi qaz iş görür. Biraz C-ni elə yazmışam ki, yazaq C. Qaz iş görmür. İzobar soyma. İzobar soymada qazın həcmi azalır. Qaz mənfi iş görür. Elə bir hal yoxdur burada. Qaz mənfi iş görəndə, onun həcmi azalanda onun sıxlığı artacaq. Olacaq hansı variant? D variantı. Sonra 42 nömrəli testdə. 42 nömrəli testdə oxşar tipli testi. Burada verib bizə nəyi? İzotermik prosesi. Baxın, indi izotermik prosesdir. İzotermik prosesdir. İzotermik sıxılma. İzotermik sıxılmadırsa, qaz, deməli, sıxılmazsa qazın həcmi, baxın, qazın həcmi azalır. Qazın həcmi azalanda sıxlığı artacaq. 1'ə yazacaqsınız Y. Keçdik 2. 2'də izoxor soyma. İzoxor soymadırsa, izoxorda ümumiyyətlə qaz iş görmür. Buraya yazırsınız C. 3. İzobar qızma. İzobar qızmadırsa, qazın həcmi artır. Qazın həcmi artanda qaz müsbət iş görür. Var burada, bəli, qaz müsbət iş görür. Həcmi artanda sıxlığı azalacaq. Bu da olacaq D. Deməli, bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Kanala abunə olub paylaşmağı unutmayın. Yəni, digər insanlar da videolarımızdan yararlana bilsin. Bugünlük bu qədər. Sağ olun. Növbəti videolarda görüşərik.